Abşeron rayon icra hakimiyyətində yenidən həbslərin olacağı göründüyü qədər qaçılmazdır. Bölgə TV bildirir ki, paytaxt orqan əməkdaşına icra hakimiyyətindəki mötəbər mənbəmizin verdiyi məlumatda belə deyilib. İddia olunub ki, yaxın günlərdə Abşeron icra hakimiyyətində çeşitli həbslər gözlənilir. Belə ki, keçən il korrupsiya əməlinə görə saxlanılan gizlən hesabına buraxılan şəxs işlərini məhkəmədə həll etməyə çalışmaqdadır. Mənbənin sözlərinə görə, neçə vaxtımız hazırda avtofaş avtomobili olmayan saxtakarlıqlar və qanunsuz tikinti işlərinin Abşeron rayon icra hakimiyyəti adına həyata keçirən Qiyas adlı şəxs nəhayət hüquq mühafizə orqanları tərəfindən saxlanılır. Amma necəsə olur ki, Qiyas bəy həbsə yox azadlığa gedir və törətdiyi əmələ görə Qiyas bəyin azadlığı burada bitmir. Obyekt və fərdi ev tikintisi aparmaq istəyən bir qrup şəxslərin külli miqdarda pulunu alaraq onları aldatmışdır. Bir qrup vətəndaş Qiyas tərəfindən aldadıldığı üçün Abşeron rayon məhkəməsinə müraciət edərək hazırda ədalət tələb edirlər. Onu da qeyd edək ki, Qiyas bəy Masazır qəsəbəsində də Zahid müəllimin özəl sistemi ilə öz korrupsiya əməllərini həyata keçirərək illərdir kənd təsərrüfatına aid torpaq ərazilərini və su kəmərləri keçən yerlərə obyekt və fərdi ev tikintisi aparılmasına görə böyük pul məbləği qarşılığında bir çox şəxslərə şifahi icazələr vermişdir. Qanunsuz tikintilərin aparılması və çox sayda vətəndaşdan tikinti üçün külli miqdarda pul alaraq aldatması onun saxlanmasına səbəb olmuşdur. Dediyimiz kimi, hansısa qüvvə Qiyas bəyin hələ ki həbsdə olmağına imkan verməməkdədir. Hazırda törətdiyi korrupsiya əməlinə görə Abşeron rayon məhkəməsində azadlıqla türmə arasında mübarizə aparan Qiyas bəy, mənim arxamda da Zahid müəllim var, kimsə bir şey edə bilməz deməkdən belə çəkinməməkdədir. Bu azmış kimi arxasına böyük qüvvə alan Qiyas bəy Masazır qəsəbəsinə icra hakimiyyətinin adına apardığı işi bu dəfə Zahid müəllimin hesabına Saray qəsəbəsində həyata keçirməyə başlayıb. Saray qəsəbəsində ev və obyekt tikinti sahiblərinə şifahi icazə üçün Abşeron rayon icra hakimiyyətində mühüm vəzifə tutan Zahid müəllimin göstərişi ilə böyük məbləğdə pul tələbləri irəli sürüb. Bu da qəsəbə, obyekt, fərdi ev tikmək istəyən vətəndaşlar arasında haqlı narazılıqlar yaradır. Bir sözlə Abşeron rayon icra hakimiyyəti vəzifəsi Zahid müəllimin vaz keçirməyən adamı Qiyas bəy Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər dövlət orqanlarının adından da çıxış edərək pul yığmaqdan çəkinməyib deyən mənbəmiz ali qanunlarımızın bu məlumatları da istinad etməsini ərz edib. Onu da bildirək ki, verilən məlumatda Qiyas bəyin bu işdə öz şəbəkəsi olduğu deyilir. Həmin bu şəbəkədə olan 10 yaxın şəxs var ki, onlar digər qanunsuzluqlar və özbaşınalıqlarla məşğuldurlar və həmin şəxslər arasında qanunsuz obyektlər işlədib pul əldə edənlər, su borularının üstündə göl olan ərazilərdə kənd təsərrüfatı təyinatlı sahələri zəbt edərək qanunsuz tikinti aparıb ev tikib satan maklerlərdir. Redaksiya olaraq bizə daxil olan məlumatları və korrupsioner makler şəbəkənin hər bir üzvünün adlarını ifşa edib oxuculara və hüquq mühafizə orqanlarına nəzərinə çatdırmağa çalışacağıq. Rəna Rövşən qızı, Bölgə TV.